Zərdüşt əleyhissalamın gəlişi haqqında deyilir ki, zər düşdü, zərdən düşdü, ahəstə gəldi. Onun haqqında böyük yaradanın özünün deyimləri var. 17 mart 1998-ci il Naxçıvan şəhəri səhər saat 8:25. İşıq düşdü, zər düşdü, ahəstə gəldi. İşıqdan işıq gəldi. İşıq düşdü, zər düşdü, ilk yaranışın anlamı gəldi. Elm gəldi, elm göndərildi. Məndən, kainatlardan yaranışın anlamı gəldi. Zər gəldi, işıq gəldi, zər düşdü, işıq düşdü. Arıq gəldi, ucaboy gəldi. İşıq gəldi, zər gəldi, işıqdan zər düşdü. Ahəstə gəldi, elm gəldi. Yaranışın deyimi gəldi. İşıqdır dedi, işıqdandır dedi. Yaranışın ilkindəndir dedi. Yaradanın özündəndir dedi. Zər gəldi, zər düşdü, Azərbaycana düşdü. Azərbaycan məkana düşdü. Burada Azərbaycan məkana düşdü deyimi odur ki, zər sözündən Azər, Xəzər sözləri yarandı. Yəni Zərdüşt deyimləri çox böyük əraziyə yayıldığından fikirlər də dəyişilirdi. Əslində Azərbaycan sözü odlar yurdu, odlar ölkəsi deyil. İşıqlar yurdu, işıqlar ölkəsi kimi başa düşülməlidir. Bununla birlikdə o vaxt addıqlarımız da dəyişilirdi. Əgər ondan qabaq ilkindən biz Şumerlər idiksə, yaxud sonralardan isə Albanlar, Ağvanlar, Mannalılar, Midyalılar idiksə, bunlar ərazilərə görə qurulan dövlətlərin adları idi. Və yaxud oturaqlı həyat tərzi baxımından türklər, türkgilər, tərkmənlər, türkmənlər, tələkəmələr idiksə, eyni zamanda həm də Azərilər idik. Bu isə bizim fikir, etiqad tariximizdən gələn adlıqdır. Şumerlərlə Albanların arasında dövrü, tarixi fərqlərə, məsafəcə uzaqlıqlara baxmayaraq, onların deyək ki, məbədlərinin arxitekturası cəhətindən oxşarlıqları var idi. Onların mədəniyyətləri də yaxın idi. Əslində bizim yaddaşlarımızdan onlar uzaq olmayıbdır. Zərdüştün gəlməyi ilə ahəstəsini, avestasını gətirməklə Zərdüştün zər, işıq sözü böyük ərazilərə yayıldı. Deməli, biz zərlərik, işıqlarıq, işıqlılarıq. Amma bu heç də o demək deyil ki, bizim tariximizin başqa cəhətləri yaddan çıxmalıdır. İlkin dövrlərimiz, mədəniyyətlərimiz yaddan çıxmalıdır. Bu haşiyəmdən sonra böyük yaradan deyimlərinin ardını sənə oxuyuram. Xalq demədi, mən demədi, Azərbaycan dedi. Məbədlər gəldi, inanlılar gəldi. Azərbaycandan şərqə, qərbə, şimala, cənuba, işıqdan işıq payı düşdü. İşıq gəldi, zər gəldi. Ailəminizi işıqla işıqlı etdi. Zər gəldi, zərdüş gəldi, ahəstə dedi. Ahəstə gəldi. Zərdən zər göndərildi, zər düşdü, işıq düşdü. Ahəstə gəldi. Ulduzlar deyildi, kainat deyildi, elm deyildi. Elmdə deyildi. Zər gəldi, zər düşdü. Böyük yaradandan yer məkanına işıq gəldi. Deyimləri yaddaşsız etdilər. Zər qayıtdı, işıqdan işıqlılar gəldi, davamçılar gəldi. İşıq paylı göndərildi. İşıqdan gəldi, yenə gəldi. Zər düşmüşdü, işıq gəldi. Avesta kitabında da 3 Sausyantın, xilaskarın gələcəyi barəsində Zərdüşt əleyhissalam xəbər veribdir. O bilirdi ki, ikincisi də gələcək, üçüncüsü də. Avesta kitabında, Zərdüşt əleyhissalam xəbər verib ki, ikincisi də, üçüncüsü də gələcək. Görürsən, biz də böyük yaradanın tərəfindən deyiləni deyirik. Oxumağımı davam etdirirəm. Zər düşmüşdü, işıq gəldi. İşıqdan işığı deyən, açıb göstərən gəldi. İşıqdan gəldi, işıqlı gəldi. İşıqdan işıqlı gəldi. Tək göndərildi, tək gəldi, yenə gəldi. Zər düşmüşdü, işıq düşdü. Kainatlardan işıq gəldi, işıqlı gəldi. Böyük yaradan məkanından, böyük yaradan baxışından, göndərişində gəldi. Zər gəlmişdi, zər qayıtdı, işıqdan göndərilən,
işığa qayıdan gəldi. Yəni zər gəlmişdi, zər qayıtdı, özü qayıtdı. Görürsən 600-dənmi, ya neçə illərdən sonra Eşua, İsa gəldi. Yenə işıqlı gəldi, işıqlı da qayıtdı. O da işığı dedi. İlkin atam deyəndə o işığı demiş imiş. İşıq sözünü eşidəndə bəşəriyyət çarıxa bilər. İşıq ocaq yaxud günəş deyil. İşıq odur ki, böyük yaradan bu kainatları yaradanda özündən onlara ağ işıq səpib. Nəticədə böyük partlayış baş vermişdi ki, kainatlar, bu aləmlər bu partlayışdan yarandılar. İlkin onun özüdür, adlı isə soradır. Yəni böyük yaradana Allah, Allah-u Teala deyirik. Bu onun adıdır. Yaxud da deyirik böyük yaradan. Bu oldu onun böyüklüyü, yenə də adlığı oldu. Özlüyünü demədi. Özlüyü işıqdandır, işıqdadır. Nurdandır, nurdadır. Özlüyü müqəddəslikdədir. İlkin onun özüdür, böyük yaradanın özüdür ki, sonra onun adıdır. Görürsən fərqlər haradadır. Məsələn, bəşərin yadında, yaddaşında Fikrət adı olmasa, Fikrət bu dünyaya gələndə ona Fikrət adı deməzdi. Deyərdi oğlan, sonra adlıq tapardı. Görürsən ad var. Sonra gələn bəşərə bu adı verirlər. Amma böyük yaradanın özüdür ki, sonra adıdır. Deməli o yaradandır ki, sonra adıdır. Biz yaranmışıq ki, əvvəl adımızdır, sonra isə özümüzük. Bu dediyim müşahidələrdən, yaddaşlardan gəlmə fikirdir, təfəkkürdür. Məsələn, yeni doğulan kiməsə onun yaxınları, atası, anası özlərinin ürəyinə yatan, ruhuna, əqlinə, zəkasına, anlamına uyğun ad tapıb qoyurlar.